Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve laqad katabna fi zaburi min ba'di zikri annal arza yarisuha İbadiyes salihun. Sadakallahul aliyyul azim. Aziz Allah Taala'nın aziz bəndələri, bizi eşidən hər kəs, bu əziz gündə Şaban ayının 15-i, əsrin imamı Mehdi Sahib Zaman Əccalallahu Fərəcə və Taala'nın bu mövlüd günündə siz eşidən əzizləri və tamam Əhl-i Beyt sevər dünyadakı cəmaatı təbrik edirəm. Əsrin imamı hamımıza, xalqımıza, müsəlmanlarımıza duaçı olsun. Allah onu zuhurda təcil eləsin inşallah. İmam Mehdi əleyhissalam Həzrət Peyğəmbər əleyhissalamın nəslindən, İmam Hüseyn əleyhissalamın soyundan, 11-ci İmam Həsən Əskər əleyhissalamın oğludur. O 12-ci İmam, son ilahi höccət, yeryüzündə Allahın canlı dəlilidir. Oxuduğum aya Ənbiya surəsi, Quran-ı Kərimin 21-ci surəsi və 105-ci ayə idi, əzizlər. Quranda Mehdi əleyhissalamla bağlı gələn ayələr, ona şamil olan ayələr və əziz Peyğəmbərimizin və imamlarımızın onun haqqında buyurduğu, bacardığım tərzdə hədislərdən, Quran ayələrindən siz əzizlərə çatdırın. Bismillahirrahmanirrahim. Rahman və Rahim olan Allah Taala'nın adı ilə və laqad katabna fi zaburi min ba'di zikri. Allah Taala buyurur, biz Zaburda Tövratdan sonra yazdık ki, yeryüzünə mənim ennel arza yarisuha ibadiyə salihun. Yeryüzündə mənim salih bəndələrim varis olacaq. Bu Həzrəti Mehdi əleyhissalama şamil olan ayədir. Yəni yeryüzünün salihlərə miras qalması. Bu işarədir. Yəni açıq şəkildə adı çəkilməsə də bu zuhuru və imamın hakimiyyəti ilə bağlı ilahi vəddir. Alimlər bizə belə izah edirlər və İmam Məhəmməd Baqir əleyhissalam buyurur, bu ayənin təcəllisi Mehdi əleyhissalam və onun sahabalarıdır. Sonra dəyərli əzizlərim, Quran-ı Kərimin Qəssəs surəsi var, 28-ci surə. 5-ci ayədə də Mütəala Allah buyurur, Bismillahirrahmanirrahim. Və nuridu ən namuna aləl-ləzīnes tuz'ifu fil arz və nec'allahum a'imatan və nec'allahumul varisin. Rahman və Rahim olan Allah Taala'nın adı ilə Allah bu ayədə də bildirir ki, bizə Allah istəyir yeryüzündə zəif sayılanlara lütf etsin, onlara rəhbər etsin.
burada da zulmün aradan qalxması və haqqın qalib gəlməsi ilə bağlı bu ayədir. Əhl-i Beyt əleyhissalamdan hədis var ki, bu da İmam Mehdi əleyhissalamla bağlıdır. Mehdi əleyhissalam haqqında başqa ayələr də işarələr vardır. Siz əzizlərə ərz edim ki, öz adı onun, Peyğəmbər əleyhissalam buyurur, mənim adımdandır. Yəni adı Muhammeddir. O gizli saxlanılsın deyə ləqəb ki, bir neçə dənə var, ona Mehdi deyilir. Qaim, Höccət, Sahibə Zaman, Bəqiyyətullah deyilir. Əslində öz adı Peyğəmbər buyurur, mənim adımdandır. Künyəsi, ləqəbi mənim künyəm və ləqəbimdəndir. Dünyanın sonuna bir gündə qalmış olsa, Əziz İslam Peyğəmbəri buyurub ki, imamları bizə bir-bir təqdim edəndə dedi, bu Allah o günü o qədər uzadacaq ki, mənim nəslimdən olan 12-ci imam, yəni Mehdi, adı mənim adımdan daşıyan, ləqəbi, künyəsi mənim ləqəb və künyəm olan övladım zuhur eləyəcək, zülmlə dolan dünyanı ədalətlə dolduracaq. Yəni onun gəlişi mütləqdir. Demək, adı Muhammed əleyhissalamın adı iləndir. Doğum tarixi Hicri 255 Şaban ayın 15-i cümə günü, Sübhəzanına yaxın. Künyəsi Əbulqasimdir. Ləqəbləri Mehdi, Qaim, Hüccət, Sahibə Zaman, Bəqiyyətullah əleyhissalamlardır. Allah Teala Tövbə surəsinin 33-cü ayəsində də buyurur ki, Allah öz Peyğəmbərini haqq dinlə göndərdi ki, onun bütün dinlərə qalib etsin. İmam Sadiq əleyhissalam bu ayə tam şəkildə Mehdi zuhur edəndə həyata keçəcək deyir. Peyğəmbər əleyhissalamdan İmam Mehdi əleyhissalam haqqında hədislərdə buyurub ki, əgər dünyanın bir gün qalsa, Allah o günü uzadar, mənim nəslimdən olan Mehdi zuhur edər. Bu, bütün mənbələrdə, məhzəblərdə ki, qəbul olunubdur. Çünki ümmətin nicatı Allah onun əli ilə həyata keçirəcək. Zülmlə dolmuş dünyanı ədalətlə dolduracaq. Mehdi yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalət və insafla dolduracaq. Silsilə bu hədislər kitablarımızda həm Müslim, Əbu Davud, Bihar-ül Ənvar və s. də bunlar yazılıbdır. İmam Ali əleyhissalam buyurur, Mehdi bizim əhl-i beytdəndir. Allah bir gecədə onun işini islah edər. İmam Hüseyin əleyhissalam buyurur, məndən 9 imam gələcək. 9-uncusu qaimdir. İmam Bağır əleyhissalam buyurur, qaim, yəni Mehdi, qiyam edəndə yer öz bərəkətini üzə çıxaracaq. İmam Sadiq əleyhissalam buyurur, Mehdinin qeybəti olacaq, o dövrdə iman gətirənlər ən fəzilətli möminlərdir. Yəni, Mehdi əleyhissalam var onun kiçik qeybət dövrü, qeybəti suğra, bir də böyük qeybəti kübra. Kiçik dövr 70 il olub, 70 ildən sonra yenə görünüb, 70 ildən sonra böyük qeyb başlanıb bugünəcən. İmam Sadiq də buyurur ki,
Mehdinin qeybəti olacaq, o dövrdə iman gətirənlər ən fəzilətli möminlərdir. Yəni bugün bizlər İmam Mehdini qeybdədir görməsək də o iman gətirmişik, qəbul edirik. İmam Cəfər Sadiq da buyurur əleyhissalam ən fəzilətli möminlərdir. O möminlər, o dövrdəki yaşayırlar, Mehdi qeybətdə olur və ona inanırlar. İmam Mehdi əleyhissalam nə üçün qeybətdədir? Bunu izah etmək olar, canının qorunması birində əsasdır, insanların imtihanı, birində də ümmətin hazır olması. Və bu zülm, fəsad var dünyada öz-özünü ifşa etməsi. Bu səbəblərə görə Mehdi qeybətdədir. Yəni insanlar həm imtahan olunur, aya görək onun gəlişinə möminlər o vaxtacan və yaxud ümmətin ona gəlişinə hazır olacaq vaxtı var. Ya da bu zülm, fəsadı öz-özünə ifşa olsun. Yəni cəmiyyət bezarlıq etsin, bunu şahid olsun. Bu məsələlərlə Mehdi qeybdədir. İki qeybət dövrü Mehdi əleyhissalam üçün var, dediyim kimi. 70 il qeybətdə olub, ancaq xüsusi onun nümayəndələri olub ki, xalqa onun tapşırığını çatdırıblar. Hədisdə 4 dənə böyük naibdən danışırlar. Böyük qeybət o 70 ildən sonra bugünə qədər davam edir. Bəs Mehdi əleyhissalamın zuhurun əlamətləri nədir? Buyururlar, əlamətlər budur ki, Süfyanının çıxışı Mehdi gələndə, səmadan nida, Yəmənidən çağırış, nəfs-i zəkiyənin şəhadəti, zülmün dünya miqyasında artması. Yəni zülmün dünya miqyasında çoxalması, artması. Bəs bizim vəzifəmiz nədir? Həmin bu intizarı, Mehdi əleyhissalamın gəlişini pasiv yox, faal gözləmə, inanaraq gözləmək, iş görmək, günahdan çəkinmək, Əhl-i Beyt əleyhissalam yolunda olmaq və Allahumma əccilli və liyyəqqəl fərəc duasını çox işlətmək. Ki, fərəc duası oxuyuruq ki, Allahdan istəyirik ki, Allah onun əmniyyətini qorusun, onu zuhurda təcil eləsin, güc qüdrəti ilə onu dünyasını islah etmək üçün, ədalətlə doldurmaq üçün, zülmə son qoymaq üçün Allah ona yardımcı ol və o fərəz duasında o məqsəd bizim o duada çağırış odur. Ona görə bizim vəzifəmiz onu faal gözləməkdir və özümüz həm Əhl-i Beyti sevməliyik, günahlardan çəkinməliyik və o duanı müntəzəm oxumalıyıq ki, Allah Taala o duaları inşallah eşitsin. İmam Sadiq əleyhissalam buyurur, kim Mehdini gözləyərək ölsə, sanki onun ordusunda ölmüş kimidir. Əzizlər, Mehdi zuhur eləyəndən sonra hədislərimizdə var ki, yer üzü tam ədalətlə dolacaq. Peyğəmbər buyurur, Mehdi yer üzünü zülm və haqsızlıqla doldur. Yəni Mehdinin dövründə yer üzü zülm və haqsızlıqla dolduğu kimi Mehdi gələndə ədalətlə dolduracaq. Siz diqqət edin, hakimiyyət şəxslərin yox, haqqın və qanunun əlində olacaq. Rüşvətdir, zülmdür, haqsız hökm bunlara son qoyulacaq. Yəni bunlar bitəcək. Zəiflərin haqqı zalimlərdən alınacaq. Özdə siz əzizlərə ərz edeyim, Mehdi əleyhissalam zuhur eləyəndən sonra neçə Peyğəmbər əleyhissalam zuhur eləyəcək. Yəni
o insanlar ki, məsəl üçün, dünyada rahat yaşaya bilməyib, səbr edib və istəyib ki, eee, Allah Taala onlara olan zülmün intiqamını alsın.